Salam əziz şagirdlər. Bu gün mən 15 fevral tarixində keçirilmiş 11-ci siniflər üçün OTK buraxılış sınağının izahını verəcəm. 56-cı suala baxırıq. İlk öncə A və C variantlarını çıxırıq, çünki bunlar sinonimdir. Bir testdə gəlirsə, demək ki, çıxmalıyıq. Və digər variantlar arasında qalanda artıq tərcüməyə baxırıq. Mən kitabı sona kimi oxumadım. Çünki o sıxıcı idi. Because, çünki. 57-ci suala baxırıq. Bu so do I, neither do I tipli cümlələrdir və bilirik ki, also və to yalnız təsdiq cümlələrdə işlənir. D, E variantlarını çıxırıq. Bir cümlədə no one inkar olduğu üçün iki inkarlıq olmaz deyə B, C variantları çıxılır. Cavabımız A variantı. A isə inkar cümlədə cümlələrin sonunda işlənir. 58-ci suala baxırıq. I couldn't catch the train. Birinci tərəf boşluq. İkinci tərəf wait for-la işlənir. For the next one. Və üçüncü tərəf at the station olur. Cavab C variantı. 59-cu suala baxaq. Only bilirik ki, a little və ya a few ilə işlənir. Digər variantları çıxaq. Və boşluqdan sonra gələn isimimiz cəm olduğu üçün only a few. A few yalnız cəm isimlərlə, a little isə sayılmayan isimlərlə işlənir. 60-cı suala baxırıq. Takkuvation mövzusudur. Virgülə qədər olan hissə təsdiqdirsə, virgüldən sonra inkar verməliyik. Bunun üçün təsdiq variantlarımızı çıxaq. A variantı, C variantı getsin. Və cümlə zero ilə başlayıbsa, mütləq zero ilə də qayıtmalıdır. Buna görə D, E variantlarda çıxır. Cavab B variantı. Və onu diqqətdə saxlamalıyıq ki, əgər hansı zamanla, hansı köməkçi feillə verilibsə birinci cümlə, qayıdışda da eyni zaman və yaxud da eyni köməkçi feil, eyni modal feillə qayıtmalıdır. Burada V ilə verildiyi üçün cavabda da V ilə qayıdıb. Cavabımız B variantı. 61-ci suala baxırıq. Complex object mövzusudur və biz variantlarla işləməliyik. A variantı səhvdir. Make birinci qrup feillərə aiddir. Make-dən sonra sadə feil gələr. Burada ing-li feil gəlib. B variantı səhvdir. Let də birinci qrup feillərinə aiddir. Let-dən sonra heç vaxt to-lu feil gəlməz. C variantı səhvdir. Allow üçüncü qrup feillərə aiddir. Mütləq bundan sonra to-lu feil gəlməlidir. E variantı səhvdir. Make-dən sonra to-lu feil gəlməz. Cavab D variantı. 62-ci suala baxırıq. Mübtəda xəbər uzlaşmasıdır. Bilirik ki, a number of-dan sonra cəm isim, xəbər cəm olmalıdır. Bir doğru variantımızdır. The number of-un xəbəri have yox, has olardı. Yəni xəbəri hər zaman təkdə olur. 3 səhvdir. Əgər mübtədamız törəmə əvəzliklərdirsə, xəbərimiz tək olar. V yox, voz olsa daha doğru olardı. 4-cü sualımız, yəni 4-cü cümləmiz düzdür. Cavab 1-4 A variantı. 63-cü suala baxırıq. Zaman uzlaşmasıdır və burada bağlayıcımız var. While bağlayıcısı. While olan cümlədə mütləq uzlaşma olmalıdır. Zamanlar bir-biri ilə uzlaşmalıdır. A variantı keçmiş davam edici, keçmiş sadə doğrudur. Heç bir problem yoxdur. B variantında keçmiş sadə ilə indiki bitmiş zaman uzlaşmaz. B variantı səhvdir. C variantı səhvdir. Keçmiş davam edici indiki sadə zamandan uzlaşmır. D variantı səhvdir. Keçmiş bitmiş davam edici zaman indiki sadə zamanla uzlaşmaz. E variantı səhvdir. While-dan sonra gələcək zaman gəlməz. Cavabımız A variantı. 64-cü testə baxırıq. Əvəzlik mövzusudur. Boşluqdan sonra isim gəlib. Buna görə də biz C variantını çıxırıq. Çünki müstəqil formadan sonra isim gəlməz. B variantı gedir. It apostrof S-dən sonra gələn ismin qarşısında mütləq qeyri-müəyyən artiklı olmalıdır. Əgər o isim sayılan təkdirsə. Digər variantların arasında qaldıqda artıq qaydırıq öncəki cümləyə baxırıq. Qız donun keyfiyyətini bəyəndi, amma onun rəngini bəyənmədi. İsimimiz tək və cansız olduğu üçün A variantı it's. 65-ci
sualda make-up sentence, yəni cümlə qurmaqdır. Biz bilirik ki, ingilis dilində cümlə qurmaq qaydasında birinci mübtəda, sonra xəbər gəlməlidir. Mübtədamız 3, the children. 3 ilə başlamayan cümlələri silirik. Və sonra xəbərimiz are, 3, 2 və digər feilimizi gətiririk. Cümlə məchul növdə olduğu üçün 3, 2, 6, 3, 2, 6 cavab A variantı və digər üzvlər. 66-cı suala baxırıq. Modal feildir və ikinci, yəni 2-ni çıxırıq. Çünki have to heç vaxt öz inkarını özü düzəltmir. Have to-nun inkarı don't-la düzəlməlidir. Buna görə 2 səhvdir, 2 olan variantları çıxırıq. Digər variantlar quruluşça uyğundur, amma tərcümə baxımından və ya məntiqi baxımından da yanaşsaq, bu tip testlərdə ya hamısı təsdiq, ya da bütün variantlar inkar olmalıdır. Biz də baxırıq ki, birinci və üçüncü variantımız təsdiqdir, dördüncü variantımız isə inkardır. 4-ə uyğun digər inkar variantı olmadığı üçün 4-ü də çıxırıq. Cavab 1, 3, A variantı. 67-ci suala baxaq. Passive voice, məchul növ. Məchul növü tapmaq üçün ilk öncə biz tamamlığımızı tapmalıyıq. Tamamlıq isə feildən sonra gələn ilk sözdür. Feilimiz has packed, his car bizim tamamlığımızdır və cümlənin əvvəlinə gəlməlidir. İkinci isə biz cümlənin zamanına fikir verməliyik. Cümlə indiki bitmiş zamandadır və indiki bitmiş zamanın məchul növü have, has been plus feilin keçmiş zamanı. A variantı səhvdir. Bizə to be ilə izlə verməyib ki, yəni to be-nin forması ilə verilməyib ki, onunla məchul növ olsun. B variantı səhvdir. Has-dən sonra been olmalı idi. Has been. C variantı səhvdir. Cümlədə keçmiş bitmiş zaman deyil ki, biz onun məchulun keçmiş bitmiş zamanla verək. D variantı səhvdir. Cümlədə was və olsaydı onunla məchulu verərdik. Cavabımız E variantı. Has been parked. 68-ci testdə bizdən antonimləri soruşur. Bir doğrudur, catch tutmaq, release buraxmaq, biri götürürük, antonimdir. 2 doğrudur, love sevmək, hate nifrət etmək, 2 də doğrudur. 3-də encourage cəsarətləndirmək və K-yə qayğı göstərmək, 3 səhvdir. 4-cü demək 4-ə baxsaq, collapse məhv etmək, dağıtmaq, ruin yenə də məhv etmək deməkdir. Bunlar sinonimdir. 5 də doğrudur. Divide bölmək, ayırmaq, join birləşdirmək. Cavabımız 1, 2, 5 E variantı. 69-cu testə baxırıq. Sözləri uyğunlaşdırırıq. To reject rədd etmək, imagine təsəvvür etmək, to reward mükafatlandırmaq. Variantlara da baxsaq, yəni bunlar tərcümədir. Cavab B variantıdır. 70-ci suala baxırıq. Complete sentence. Complete sentence-də bizə bir qaydaya fikir verməliyik ki, heç vaxt, yəni cümlə sual cümləsi olsa belə ikinci tərəf nəqli quruluşda olmalıdır və heç vaxt mübtəda, demək, xəbər mübtədadan önə keçməməlidir. A variantı doğrudur. If I had. B variantında had aydan əvvələ keçib olmaz. C variantında have aydan əvvələ keçib olmaz. D variantında when olan cümlədə heç vaxt indiki bitmiş zaman işlənməz. E variantında askdan sonra zət gəlməz. Cavabımız A variantı. 71-ci suala baxırıq. Bizdən düzgün sual cümləsini soruşur. A variantı doğrudur. When did köməkçi feilimiz və əsas feilimiz. Ortada da mübtəda var. Doğrudur. B variantı sual cümlələrində heç vaxt köməkçi feillə əsas feili yanaşı gəlməz. C variantı cümlənin köməkçi feili yoxdur. Səhvdir. D variantında
What time olan cümlədə indiki bitmiş zaman işlənməz. E variantı when olan cümlədə heç vaxt indiki bitmiş zaman işlənməz. Cavabımız A variantı. Mətnə baxırıq. Mətnə baxdıqda, nəzər yetirdikdə görürük ki, mətndə qlobal istiləşmədən, iqlim dəyişikliyindən və havanın çirklənməsindən söhbət gedir. Və 72-ci testdə bizdən səhv variantı soruşur. Bunun üçün yəni mətni oxumağa belə ehtiyac yoxdur. Cavabımız C variantı. Air pollution helps protect the ozone layer. Hava çirklənməsi ozon qatının qorumağa kömək edir. Yəni təbii ki, bu cavabımız səhv cavabdır. Bizdən də səhv variantı istədiyi üçün cavabımız C variantı. 73-cü testdə qlobal istiləşmə nəyə səbəb ola bilər? Bir də qlobal temperaturun artmasına, bir doğrudur. İkidə əhəmiyyətsiz iqlim dəyişikliklərinə, bu iki yəni səhv variantdır. Üçdə ciddi iqlim dəyişikliklərinə, üç də doğrudur. 4 qlobal temperaturun düşməsinə yox, artmasına səbəb olar. Buna görə 4 də səhvdir, 5 doğrudur. Gələcək nəsillər üçün ciddi problemlərə səbəb ola bilər. Demək 5 də doğru cavabımızdır. Cavab 1, 3, 5, D variantı. 74-cü suala baxırıq. Demək cümləni tamamlamalıyıq düzgün variantı ilə. Hava çirklənməsinin nəticəsi aşağıdakılardır. Birinci cavabda deyilir ki, karbon qazının çatışmazlığı, bu doğru cavab deyil. İkidə ozon qatının zədələnməsi, 2 doğrudur. Üçdə yer kürəsinin istilik balansındakı dəyişkənlik, yəni iqlim dəyişkənliyi də elə buna aiddir, bu deməkdir. Cavabımız 2, 3, C variantı. 4də zərərsiz radiasiya və insan sağlamlığı üçün daha yaxşıdır. Yəni 4də doğru cavabımız deyil. Cavabımız 2, 3, C variantı. 75-ci suala baxırıq. Mətn nə haqqındadır? Mətndən adətən nə haqqında olduğu ilk cümlələrdən bəlli olur. Bu isə demək variantlara baxdıqda A variantında şəxsi nəqliyyat vasitələrindən istifadəyə təşviq, istifadənin təşviqi. B variantı yer kürəsinin ozon təbəqəsi, yəni bu variantlar doğru deyil. C variantı bəşəriyyət üçün mühüm təhlükə, elə cavabımız iqlim dəyişikliyi təbii ki, bəşəriyyət üçün ciddi təhlükədir. Cavabımız C variantı. D variantında sənayenin artırılması, sənaye emissiyalarının artırılması D variantı da səhvdir. E variantında isə bərpa olunmayan enerji mənbələrinin investisiya qurulması, artırılması E variantı da səhv variantımızdır. Cavab C variantı. 76-cı suala baxırıq. Primary sözünün paragraf 2-də sinonimi, bu isə main sözüdür. Hər ikisi əsas, başlıca deməkdir. 77-ci sualda bu sözün paragraf 3-də to use materials or parts from something old to make something new. Bu sözün paragraf 3-də eyni mənalı, yəni definition'ını tapmaq lazımdır. Baxaq. Mənası isə köhnə bir şeyin, köhnə bir materiallardan istifadə edərək onu yenidən belə deyək, yenidən istifadə, yeni bir şey düzəldərək, yenidən emal etmək, yenidən istifadə etmək. Bu isə recycle sözüdür. Recycle.
78-ci sualda cümləyə bu cümləyə demək 3 suala daha doğrusu 3 cümləlik cavab verməlisiniz. Bu isə sizin özünüzün öz şəxsi fikriniz olmalıdır. 79-cu sualda isə cümlənin ardını tamamlayaraq və cümlədəki iki sözü dəyişməlisiniz. Bunun üçün mətnə qayıdırıq. Və baxırıq ki, bu cümlədir. Burada istənilən bir sözü dəyişə bilərik. Yəni, hansı sözü istəyiriksə dəyişə bilərik. Burada, məsəl üçün, asan sözlərdən harmful sözünü damage sözü ilə qaydıraq mətnimizə. Daha doğrusu sualımıza qaydıraq. Və people sözünü isə human sözü ilə əvəz edə bilərik. Human sözü ilə. Və növbəti sualımız isə artıq dinləmədir. Mən sizin üçün dinləməni qoşacağım. Siz dinləməyə qulaq asıb suallara cavab yaza bilərsiniz. Bunun üçün isə dinləməni asan yazmaq üçün ilk öncə dinləmə qoşulmazdan əvvəl bütün suallara diqqətlə nəzər salmalısınız və artıq dinləmə qoşulduqda siz onu asan tapa biləcəksiniz. Səsləndirilir. Mətni dinləyin. Bald eagles have been the national symbol of the United States since 1782. These large and beautiful birds were once in danger of extinction because of hunting and pollution. However, laws created almost 50 years ago helped protect them. The word bald means white in Old English and refers to the eagle's white head. Female bald eagles are slightly bigger than males. Their bodies can be about 1 meter long. Bald eagles build their nests on the tops of tall trees to keep their eggs safe. Every year, parent eagles come back to the same nest to lay eggs, and they add more sticks and grass to make it stronger. Their babies are born light gray and later become brown. At the age of 4 or 5, they develop white heads and tails. In the wild, bald eagles can live for 35 years or more. Bald eagles can fly very high and have excellent eyesight. Bald eagles can see fish from far away. When they attack, they fly down very fast to catch the fish with their strong feet. 2 dəqiqə ərzində dinləmə